Peygamber atanın borcundan ne kadar vaxta çıxmaq olar? Fikirləşmədən deyil. 3000 ilə. Adam 3000 il yaşaya bilər. Eştaşda qalır. Bəs ananın borcundan Peygamber cevap verdi. Bir de sual edeyim. Ananın borcundan kimmiş Peygamberimiz? Bir de sual edende dedi eydili gafir. Onu soruşma. Onun kaderi yok. Analara kurban olur. Ana ömürden Allah paypuş verseydi, ana götürüp bütün ömrünü verirdi evlatına. Bütün ömrünü. Peygamber'e sual verirler. Peygamber atanın borcundan ne kadar vaxta çıxmaq olar? Fikirləşmədən deyil. 3000 ilə. Adam 3000 il yaşaya bilər. Eştaşda qalır. Bəs ananın borcundan Peygamber cevap verdi. Bir de sual edeyim.